Herkese salam. Dostlar, dünən bazardan aldığım ağappaq, pambıq kimi ördəyi gətirdim evə. İlk işim yaxşıca ütüb, gül kimi yumaq, sonra da hissələrə ayırıb tavaya düzdürüb, bir ədəd soğanı bölüb içinə atıb ocağa göndərmək oldu. Ördəyi yaxşıca qaynamağa göndərdim. Məncə ördək mütləq əvvəlcə bişməlidir, yoxsa əti çox bərk olur. Onu da qeyd edim ki, dünən bazarda belə bir şey öyrəndim ki, ördəyin səslisi də olurmuş, səssisi də. Deməli, mənə dedilər, lal ördək istəyirsən, yoxsa səsli ördək. Mən də dedim ki, mənə elə səsli, küylü ördək hansıdırsa ondan verin. Ördək qaynayana kimi 4 ədəd soğanı doğradım, 2 ədəd narı dənələdim, 1 dənə də narın suyunu sıxdım, çünki ördəyi narın suyunda qovradım. Ət yumşalanda suyunu süzdüm, ördəkləri götürdüm, qazana kərə yağı əlavə edib, soğanlarla birlikdə vamxodda qovurdum. Duzunu, sarı kökünü, pul bibərini, qara istotunu hamısını zövqə görə əlavə etdim. Bu arada kartofları da doğradım, onu da əlavə edib o tərəfə, bu tərəfə yaxşıca çevirdim. Sonunda nar suyunu da, dənələrini də əlavə edib yeməyi göndərdim bişməyə. Son toxunuş olaraq 2 dənə qırmızı soğanı doğradım, üstünə biraz nar sıxdım. İnanın ki, dadı elə idi ki, danışsam yalan kimi gələcək. O hissi sözlə izah etmək mümkün deyil. Mən narı sevdiyim üçün bol istifadə etmişəm. Siz istəsəniz azalda da bilərsiniz, ümumiyyətlə heç nar vurmaya da bilərsiniz. Əziz izləyicilərim, kanalıma abunə olun, videolarımı bəyənin və çoxlu rəy yazın ki, mən də sizdən güc alım. Göz haqqınızı da halal edin. Hələlik.